biraz da ermənilər kimi davranma, oradakı yaşayan ermənilər kimi. Yəni bir ayağımız siyasətdə, bir Əlbəttə, ayağımız prokuroru idarə baxırsan etmədə, erməni, nə bilim, mediasında erməni, deputat sastavında erməni. Hətta heç onlarda siyasi partiyaların yüksək şanalın hər onlar erməni hətta var. şey də eləmirlər, özlərinə pis də saymır. Gəl familiyasını belə dəyişir. Gürcüləşdirir ki, bəli. Ki, Amma erməni qabağı siyasətində açılsın. Amma ermənidir. Ermənistan maraqları, erməni cəmiyyətinin maraqları uğrunda çalışır. Bizim əlimizdə bu qədər bloklayıcı azlıq biz. Rəsmi təsəvvür eləyin ki, ərazi iddiası irəli sürürlər. Orada ermənilər işləyə bilir, amma bizim bu qədər təbii müttəfiqlik üçün real şanslarımız olduğu halda biz nə qədər geridə qalmışıq. Yenə deyirəm, Gürcüstan hökuməti ilə heç bir burada problem də yoxdur. Doğrudan da çox yaxşı ki, bu yaxınlarda baş nazir də gəldi, çox yaxşıdır münasibətlər, strateji müttəfiqlik var. Qaradənizdə biz 2 limon tikirik. Bəli, kifayət qədər də ciddi münasibətlər var. Həm də Gürcüstan qanunları sivil toplumun işləməsi üçün çox münasibdir. Getsin təhsil eləyin orada, bir institut təhsil eləyin, beyin mərkəzi təhsil eləyin, işləyin, bir layihələr həyata keçirin. Nə qədər pul yemək olar, yiyin, hələ yiyin, sonra